TikTokda fala baxmaq adıyla kişinin başına oyun gətirən qadınlar ifşa oldu. Saxlanılanlar var. Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar. Bu barədə reporta Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə falçılıq, baxıcılıq və digər adlar altında paylaşımlarla vətəndaşları aldadaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılır. Belə ki, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün TikTok sosial şəbəkəsində bu barədə elan yerləşdirilən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərər çəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib. Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq eləyən 46 və 24 yaşlı qadınlar saxlanılıblar. Araşdırma aparılır.